Hər vaxtınız xeyir gənclər. 9 noyabr 2025-ci ildə OTK tərəfindən keçirilmiş magistratura üzrə sınaq imtahanında istifadə olunan ingilis dili suallarının izahına baxırıq. Bilirsiniz ki, 1-dən 5-ə qədər ingilis dilindən dinləmə suallarıdır. Gəlin əvvəlcə dinləməyə bir dəfə qulaq asaq və o arada öz qeydlərimizi götürək. Sonra isə testlərin izahına davam edək. Emma, did you watch the documentary about the future of living on Mars? It's full of interesting facts. No, I haven't seen it yet. What's it about? It explains how scientists are preparing to send people to Mars in the next 10 to 15 years. They talk about the new space rockets, special clothing, and how to build homes on Mars. Homes on Mars? That sounds like science fiction. How will people live there? They plan to build small houses that can keep the air inside and protect people from dangerous space radiation. Some houses might even be built under the ground, using Martian soil. That's clever. But what about food and water? Good question. Scientists are testing how to grow vegetables in small greenhouses. They also found ways to recycle water from the air and even from human bodies. That's amazing. And a little strange. Will people live there forever? Not yet. At first, they will only stay for a few months to study the planet and test new equipment. But later, they might build a small base for longer visits. I wonder how long it takes to travel to Mars. Right now, it takes about 7 to 9 months. That's why astronauts need both physical and mental training before the trip. Of course. It must be hard to be away from Earth for so long. Yes, and communication is slow too. A message from Mars takes up to 20 minutes to reach Earth. So astronauts need to solve problems on their own. That sounds really challenging. I'd love to learn more. You should watch the documentary. It's on the Science Channel's website, and it's free. Thanks, Alex. I'll watch it tonight. This kind of future is exciting to imagine. 2 dəqiqə ərzində dinləmə mətni əsasında tərtib ol. Okey yoldaşlar. Gəlin sualların izahına baxaq. Deməli, birinci sualda it's clear from the dialogue that dialoqdan aydındır ki, A-da the documentary explains the technology used in space rockets. Deməli, sənədli film belə deyək, space roketlərində, uzay roketlərində istifadə olunan texnologiyanı izah edir. Xeyr. B variantında scientists are reluctant about finding ways to grow food on Mars in the near future. Alimlər yaxın gələcəkdə Marsda belə deyək, ərzaq yetişdirmənin yollarını axtarmaqda istəksizdirlər. Reluctant istəksiz deməkdir. Xeyr. Əksinə araşdırırlar. C'də Emma hasn't seen the documentary yet but thinks people will be sent to Mars in about 10 to 15 years. Emma sənədli filmə hələ baxmayıb, amma düşünür ki, 10-15 il ərzində insanlar artıq Marsa göndəriləcək. Emma değildi bu, oğlan idi deyən Alex idi. D'də Alex believes the documentary focuses mostly on fictional stories rather than real scientific facts. Alex inanır ki, bu sənədli film əsasən belə deyək, fantastik uydurma hekayələrə fokuslanır, nəinki real elmi faktlara. Xeyr. Qız deyirdi ki, science fiction oxşuyur, elmi fantastik belə kinolara oxşuyur danışdıqların. Y'də because of the delays in communication, astronauts will need to solve problems by themselves on Mars. Belə deyək, kommunikasiyanın gecikmələrindən dolayı astronavtlar Marsda baş verə biləcək problemləri özləri həll etmək zorunda qala bilərlər. Onlara ehtiyacı var. Bəli, doğrudur. Ən sonda qeyd eləmişdik bunu. 20 dəqiqəyə belə deyək, Marsdan yerə mesaj çatır deyə nəsə problem olsa özləri həll etməlidirlər. İkinci sualda hansı sualın cavabı var? A'da how many crew members will be included in the initial human mission to Mars? Neçə komanda üzvü olacaq? Bu barədə məlumat yoxdur. B'də what type of food will be consumed during the journey? Səyahət boyunca nə tip qidalar belə deyək, istehlak olunacaq? Bilmirik. C'də how long does it take for a spacecraft to travel from Earth to Mars? Yerdən Marsa nə qədər belə deyək, vaxta gedib çatır? Bəli, bunun cavabı var. 7-9 ay demişdi. Deməli, cavab C variantıdır. Bir dəqiqə. Okey. Üçüncü sualda deməli
Korrektistir bizdən. A variantı. Scientists have not found a way to recycle water from human bodies yet. Alimlər hələ belə deyək, insan bədənindən suyun recycle olması, geri dönüşdürülməsini yolunu tapmayıblar. Amma mətndə deyir ki, artıq onu da belə üstünə işləyirlər. Havadan, suyun və insan bədənindən. Baxın bu iki hissə. B'də small homes on Mars will be built completely from metal materials. Metallardan ümumiyyətlə danışmırdı. Evlərin ki, orada tikiləcək evlər metal materiallardan. Xeyr. C'də Alex thinks that despite all challenges, people will be able to live on Mars forever. Alex düşünür ki, bütün bu çətinliklərə baxmayaraq insanlar Marsda həmişəlik yaşaya biləcəklər. Xeyr, əvvəldə deyirdi ki, bir neçə aylıq gedirlər, sonra isə uzun müddətli gedəcəklər, amma həmişəlik əbədi teması keçmirdi. Qız soruşurdu, oğlan deyir ki, xeyr. D variantında the first group of astronauts will live on Mars for several years. Xeyr, several months olmalıydı bu. Bir neçə ay yaşayacaqlar ilk gedişlərində. Cavab Y variantı. The documentary not only explains how to send humans to Mars, but also how to build homes there. Bəli, sənədli film nəinki Marsa insan göndərməyi izah edir, həmçinin orada necə ev tikməyi də izah edir. Bəli, doğrudur. Not only but also, yəni nəinki filan şey, həmçinin filan şey. Cavab Y variantı. Keçirik 4-cü, 5-ci suallarımıza. Okay. Deməli, astronauts preparing for Mars missions need to focus especially on. Deməli, Mars missiyası üçün hazırlanan astronavtların xüsusilə fokuslanmalı olduğu şeylər nə idi? Burada qeyd eləmişdik. Physical and mental training. Baxın, qeyd eləmişdik. Deməli, cavab A variantı. Training both their bodies and minds to handle long journey through space. Yəni, həm bədənlərini, həm də əqillərini belə deyək, hazırlamalıdırlar, train eləməlidirlər ki, orada belə deyək, uzayda uzun sürəcək səyahətə baş edə bilsinlər, üstəsindən gələ bilsinlər. A variantı doğru cavabdır. Və 5-ci sualda how can viewers watch the documentary about Mars mission? Belə izləyicilər necə izləyə bilərlər həmin o sənədli filmi Mars barəsində? Burada deyirdi, deməli Science Channel-ın web saytında pulsuz şəkildə izləyə bilərlər. O da cavab Y variantı. The documentary is available at no charge on the Science Channel. At no charge, yəni pulsuz, havayı. Belə deyək, yəni burada da free deyirdi. Deməli onda cavab Y variantı. İndi isə keçirik tekstlərimizə. Okay, 6-cı sualdan 10-cu suala qədər birinci mətnimizin, 11-ci sualdan 15-ci suala qədərsə ikinci mətnimizin sualları da bilirik və 6-cı və 11-ci suallarımız belə doğru yanlış fikir seçmə tipli suallardır. 4 hissədən ibarətdir. 4-ünə də doğru cavab versəz 1 bal alırsınız. 3-ünə doğru, 1-nə yanlış və yaxud da 1-nə heç cavab verməsəz 0.5 bal alırsınız. 2 və daha az olduqda isə 0 balla qiymətləndirirsiniz. Gəlin baxaq. Deməli, 6.1'də before Thomas Sankara became leader, Burkina Faso experienced serious economic troubles and relied heavily on support from other countries. Deyir ki, Thomas Sankara belə deyək, başçı olmazdan əvvəl Burkina Faso belə deyək, çox ekonomik belə deyək, problemlərlə ciddi ekonomik problemlərlə üzləşirdi və əsasən başqa digər ölkələrdən gələn dəstəklərə belə deyək, ehtiyac duyurdu, onlardan asılı idi. Bəli, mətndə də deməli, bircə dəqiqə həmin o hissəni tapım. Bircə dəqiqə. Burada deyir, deməli, before Sankara's leadership, Burkina Faso was struggling with poverty, corruption, and heavy dependence on foreign aid. Foreign aid, yəni xarici köməklərdən ağır dərəcədə asılıymış. Deməli, onda bu true'dur. 6.1. Sonra 6.2. One of Sankara's goals was to increase exports by having local farmers produce more crops for international trade. Deməli, Sankaranın əsas məqsədlərindən biri yerli fermerlərə belə deyək, daha çox
məhsul istehsalını belə deyək, şəraiti yaratmaqdır ki, beynəlxalq ticarətin və eksportların artmasına səbəb olsun. Amma mətndə deyirdi ki, baxın bu hissədə he took land from large landowners and gave it to local farmers, encouraging them to grow food for their own communities rather than for export. Yəni yerli fermerlərə torpaqlar verilmiş, belə deyək, torpaq sahibkarlarından götürdüyü torpaqları ki, onlar öz belə deyək, icmaları üçün, cəmiyyətləri üçün ərzaq yetişdirsinlər, nəinki eksport üçün, yəni ixrac üçün. Deməli 6.2 false olmuş oldu. 6.3 Sankara believed that meaningful progress could only be achieved by improving the lives of the entire population rather than focusing on a small group. Sankara inanırdı ki, belə deyək, böyük inkişaf yalnız bütün cəmiyyətin həyatının belə deyək, yaxşılaşdırılması əldə olunarsa, belə deyək, əldə edilə bilər. Nəinki kiçik qrup insanların, bir qrup insanların inkişafına əsas fokuslanılsın. Bəli, mətndə də bu hissədə deyir onu. He believed that social change was necessary to improve the lives of all citizens, not just a few. Deməli 6.3 true olmuş olur. Və 6.4-də Sankara's leadership lasted many decades and ended peacefully when he retired. Sankaranın hakimiyyəti bir neçə 10 illik davam eləyib, bir çox 10 illiklərdə davam eləyib və o təqaüdə çıxdıqda əmin-amanlıqla sonlanıb. Amma mətndə deyirdi ki, deməli, baxın, although Sankara's leadership lasted only a few years and ended suddenly with his assassination in 1987, və 1987-ci ildə adamı sui-qəsd nəticəsində öldürüblər. Assassination sui-qəsd deməkdir. Deməli, təqaüdə çıxdıqda sonlanmayıb hakimiyyəti. Deməli, onda 6.4 də false olmuş olur. Bir dəqiqə. Deməli, qeyd eləyək. 6.1 true, 6.2 false, 6.3 true ve 6.4 false. A, B, A, B. Okey, keçirik 7-ci suala. Thomas Sankara's policies helped his country by... Deməli, Thomas Sankara'nın bu siyasətləri öz ölkəsinə kömək elədi. Nə ilə? Nə deyirdi? Deməli, adam A variantında reducing the role of local production by depending on imported goods. Xeyr, idxal olunmuş məhsulların əksinə adam vaz keçməyə çalışırdı. Mümkün qədər öz cəmaatı üçün yerli fermerlər deyirdi, məhsul istehsal eləsin. B variantına encouraging farmers to sell all their crops abroad. Xeyr, sell yox, əksinə satmaq yox, öz istifadələri üçün. C variantı limiting educational access for girls in rural and urban areas. Limiting, yəni limitləşdirmək deməkdir. Xeyr, əksinə qızlara daha çox belə deyək, təhsil verilməsinin tərəfdarı idi. Y variantı making the country fully dependent. Xeyr, independent olmalıydı. Ona görə cavab D variantı. Increasing literacy and improving healthcare in a short time. Qısa müddət ərzində belə deyək, səhiyyəni və səhiyyəni inkişaf etdirmək və savadlılığın artırılması. Deməli, cavab D variantı. Keçirik 8-ci suala. Legacy sözünün mənasını istəyir bizdən. Legacy, yoldaşlar, əfsanə deməkdir. Yəni, bir adamın dünyadan köçdükdən sonra arxasınca buraxdığı o belə deyək, təsir mənasına işlənir. Deməli, something left behind a person that continues to influence others. Cavab D variantı. Yəni, başqalarını belə deyək, təsirləndirməyə davam eləyən bir şey, hansı ki, bir insan tərəfindən arxasınca buraxılır. Cavab D bəndi. 9-cu sualda 3-cü paragraf deyir, hansı cümlə ilə başlayar? 3-cü paragrafda deməli,
Thanks to his efforts, literacy rates increased significantly and the spread of diseases was reduced in a short time. Deməli, onun efortlarının sayəsində savadlılıq dərəcəsi əhəmiyyətli dərəcədə artdı və xəstəliklərin yayılması qısa bir müddətdə azaldı. Deməli, pozitiv şeydən danışır bu abzasda. Deməli, baxaq. A variantı. Many countries copied Sankara's policies without success. Bir çox ölkələr Sankaranın bu siyasətini kopyaladı və uğur qazanmadı. Xeyr. B variantı. Before Sankara's time, Burkina Faso was known for its fast economic growth. Sankaranın belə deyək, zamanından əvvəl Burkina Faso sürətli belə deyək, inkişaf edən ekonomiyası ilə, iqtisadiyyatı ilə tanınırdı. Xeyr. To grow the country's economy, Sankara encouraged taking large loans from international banks. Ölkənin ekonomiyasını, iqtisadiyyatını belə deyək, çiçəkləndirmədən ötürü Sankara insanları təşviq edir ki, beynəlxalq banklardan kreditlər, böyük miqdarda kreditlər götürülsün. Loan, kredit deməkdir. Xeyr. One of his most significant achievements was his strong commitment to gender equality and the empowerment of women. Xeyr, bu qadınlar teması növbəti abzasda başlayır. Oradan deyil. Deməli, Y variantı. In addition to land reform, Sankara launched programs to improve education and healthcare. Bəli, education and healthcare-in belə deyək, sinonimi kimi yuxarıda bizə literacy və bizə dəqiqə nə deyirdi orada? Literacy və xəstəliklər temasını danışırdı, bəli. Deməli, onda elə cavab Y variantı olmuş olacaq. Və 10-cu sualda deməli, deyir, hansı sualların cavabı var? Bir də How did Thomas Sankara reduce the country's dependence on foreign aid? Thomas Sankara ölkəsinin belə deyək, xarici dəstəkdən asılılığını necə azaltdı? Lokal, yəni yerli fermerlərə belə deyək, torpaq pay verməklə və onları həvəsləndirməklə ki, öz məhsullarını özləri üçün istehsal etsinlər. Bəli, birinci cavabı var. 2. Who became the president of Burkina Faso after Thomas Sankara's death? Ölümündən sonra kim prezident keçdi? Burkina Faso'da bilmirik. In what ways did Sankara promote women's rights? Qadın haqlarını hansı üsullarla Thomas Sankara belə deyək, artırdı, qabağa çəkdi? Bəli, bunu bilirik. Yuxarıda da qeyd eləyirdi. Deməli, baxın bu hissədə. Deməli. Sankara also supported women's rights by banning female genital mutilation, promoting girls' education and appointing women to important government positions. Deməli, qadınları, qızları susturmanın belə deyək, qadağan edilməsinə, ondan sonra qızların təhsil almasına təşviq olmasına və qadınların dövlət pozisiyalarında, dövlət rütbələrində, vacib dövlət rütbələrinə belə təyin olunması ilə. Deməli, bir dəqiqə. Okay. Deməli, 1 var, 2 yoxdur, 3 var, 4. How did Sankara's leadership end? Necə sonlandı onun hakimiyyəti adamı öldürməklə? Deməli, sui-qəsd elədilər və sonlandı. Və 5-də How did Sankara's policies affect Burkina Faso's relationship with neighboring countries? Qonşu ölkələrlə olan münasibətinə necə təsir edib onun siyasəti? Bilmirik. Deməli, cavab 1, 3, 4. Keçirik növbəti mətnimizə. Yenə true-false sualları. The museum's collection focuses only on the latest spying equipment from the 21st century. Muzeyin kolleksiyası yalnızca 21-ci əsrdən olan, belə deyək, ən son casus avadanlıqlarına fokuslanıb. Xeyr, false-dur.
Ümumiyyətlə İkinci Dünya müharibəsindən, Soyuq müharibədən də danışırdı. 2-də visitors have the chance to practice skills like deciphering coded messages and detecting hidden objects. Deməli, ziyarətçilərə şans verilir ki, belə deyək, deneyimləsinlər kodlanmış mesajların, şifrələrin qırılmasını və gizlədilmiş obyektlərin tapılması kimi bacarıqları. Bəli, bu true'dur. The interactive parts of the museum focus mainly on physical challenges rather than mental skills. Amma mətndə deyirdi ki, belə deyək, təkcə fiziki deyil, həmçinin mental bacarıqları da, bayaqlar dediyimiz məsələ, əqli bacarıqlara da fokuslanıb. Deməli, false-dur. Ethical issues related to spying are only briefly mentioned and are not a focus of the museum. Amma yuxarıda burada da qeyd edilir ki, the museum also explored the ethical questions about spying. Deməli, bu da false olmuş olur. B, A, B, B. Okey, keçirik 12-ci suala. Deməli, one way visitors can experience the International Spy Museum is by, deməli, Beynəlxalq Casus Muzeyində ziyarətçilərin deneyimləyə biləcəkləri bir şeydən nə idi? Bayaqları qeyd etdiyimiz, deməli, trying interactive games to practice spy techniques D variantı. Burada da qeyd edilirdi ki, deməli, interaktiv sərgi keçirilir, oyunlar oynayırlar, kodlaşdırılmış belə mesajların, şifrələrin qırılması, gizlədilmiş obyeklərin, əşyaların tapılması və s. kimi və bu da həm fun, həm də educational olur. Yəni həm əyləncəli, həm də öyrədici sərgiyə çevirir oranı. Cavab D variantı. 13-də how is Mata-Hari described in the passage? Mata-Hari mətndə necə təsvir olunub? Deməli, nə deyirdi? A dancer who was executed for spying during World War I. Deməli, Birinci Dünya müharibəsində cəsusluq elədiyinə görə edam olunan bir rəqqasədən söhbət gedir. Deməli, A variantı double agent deyir, ikili agent idi, xeyr. B variantı Mata-Hari was a spy active in World War II. Xeyr, Birinci Dünya müharibəsi idi. Mata-Hari worked as a spy but never faced serious consequences. Cəsus idi, amma heç vaxt deyir, ciddi nəticələrlə üzləşmədi, amma adamı edam ediblər. D variantı Mata-Hari was accused of spying during World War I and was put to death because of this charge. Bəli, D variantı doğrudur. Birinci Dünya müharibəsində belə cəsusluqla ittiham edilib və elədiyi əməllərə görə ölümə sürüklənib. Doğrudur. Y variantında was a well-known dancer who was arrested. Həbs olunub deyir. Xeyr. Without punishment özdə. Later freed without punishment. Sonralar cəzasız bir şəkildə azadlığa buraxılıb. Xeyr. D variantı doğru cavabdır. Və 14-cü sualda undercover'ın mənasını istəyir bizdən. Undercover, yəni ki, diqqət çəkmədən, belə deyək, maskalanmaq, bir şeyə bürünmək ki, belə deyək, sənin təyin olunmuş o missiyanı yerinə yetirə biləsən deyə. Deməli, cavab D variantı. Acting secretly to avoid attention while completing a mission. Yəni, bir missiyanı yerinə yetirərkən diqqət çəkməməkdən ötürü gizlincə hərəkət eləmək. D variantı doğru cavabdır. Və 15-ci sual. Deməli, hansı sualın cavabı var? Bir də, what kind of historical objects are displayed in the museum related to spying? Cəsusluqla əlaqəli hansı tarixi objelər, belə deyək, nümayiş olunur, əşyalar nümayiş olunur muzeydə? Elə mətnin birinci abzasında ondan qeyd olunurdu. Silahlar, nə bilim, müharibə zamanı istifadə olunan gözü görünməz mürəkkəb və s.
Deməli, birinci cavabı var. 2. What objects used during World War First? Birinci Dünya müharibəsində istifadə olunan hansı əşyalardır burada nümayiş olunur? Xeyr, birinci dünya demir, orada ikinci dünyanı deyir. İkinci Dünya müharibəsində istifadə olunan gözə görünməz mürəkkəbdən söz açır. Deməli, 2 səhvdir. 3. How much does it cost to visit the International Spy Museum? İçəri girmək neçədir? Muzeyə girmək neçədir bilmirik. 4. What specific spy tools were used during the Cold War as shown in the museum? Hansı xüsusi cəsus alətləri istifadə olunub soyuq müharibə dövründə? Hansı ki bu muzeydə sərgilənir, bilmirik. Və 5. What are the main reasons for International Spy Museum is considered unique worldwide? Niyə görə bu muzey belə deyək, nadir hesab olunur? Ən sonda bunu deyirdi. Deməli, baxın. International Spy Museum is unique because it reveals a secret world usually hidden from the public. Yəni ictimaiyyətdən belə deyək, adətən gizlədilən o sirli dünyanı aşkara çıxartdığına görə nadir hesab olunur. Deməli onda cavab olacaq 1 və 5. 1 və 5. Vəssalam. İkinci mətni də bitirdik. İndi isə keçirik qrammatika suallarına. Deməli, they traveled to an ancient city, rich history and architectural wonders. They were deeply interested. Okay. Deməli, yoldaşlar, bilirik ki, to be interested in ifadəsi var. Burada interested'in in'i yoxdur. Deməli, mütləq cümlədə istifadə olunmalıdır. Bəli, başdan in olmayan variantlar çıxaq. B getdi, A getdi, C getdi. Qaldıq D və Y əlində və city isimdir, history isimdir. Aradakı reach-ə fikir vermirik. Bu sadəcə təyindir. Demək, iki ismin arasında da mütləq whose işlətməliyik. Ona görə cavabımız Y variantı. In whose. Oradakı in interested-in inidir. Whose isə iki ismin arasında işlənən nisbə əvəzliyidir. Nadir hallarda bu tip belə deyək, struktura rast gəlirik. Adətən çox rəsmi belə deyək, ingilis dili qrammatikasında istifadə olunur. In whose. Cavabımız Y variantı. 17-də thousands of turtles lay their eggs in the sand. She lay down on the couch 3 days ago. Okay. Deməli, bu bir dənə ifadələri yazaq burada. Deməli, bir var lie, uzanmaq və yalan danışmaq mənasında. Yalan danışmaq olanda zaten qaydalı feildir, idi ilə düzəlir, amma uzanmaq mənasında olur lie, lay və laying mənası uzanmaq. Bir də lay var. Bu isə laid və laid şəklində olur. Bunun isə tərcüməsi həm sərmək deməkdir, həm də yumurtlamaq mənasına işlənir. Aşağıda bir də rise sözündə görürəm, onu da yazmışkən. Deməli, rise qalxmaq olur rose və risen ya da raisin. Deməli, tərcüməsi qalxmaq, özü yüksəlmək. Bir də raise var. Bu isə qaydalı feildir, id ilə düzəlir. Raised və raised. Bunun tərcüməsi isə qaldırmaq, yəni kimsə tərəfindən şəklində işlənir. Deməli, gəlin baxaq. Birincidə thousands of turtles lay their eggs. Deməli, minlərlə tısbağalar torpaqda, qumda yumurtaların sərdilər, yumurtladılar. Bəli, baxın, bu feildir. Lay. Deməli, bir doğrudur. İkincidə, she lay down on the couch 3 days ago. 3 gün əvvəl o, belə deyək, bu divanda uzandı. Deməli, baxın, yoldaşlar, əgər lie olsaydı, she ilə lies olmalıydı. Deməli, bu istifadə elədiyi bunun ikinci formasıymış. Yəni, uzandığı demək istəyib. Deməli, doğru cavabdır. Plus da ego da var burada keçmiş zaman. Buradan da bilirik ki, lie-in keçmişi, yəni ikinci forması participle one, lay olacaq. 3-də she decided to lay. Okay, feildən sonra belə deyək, to-lu məsdər formasına gəlir. On the beach. Deməli, o çimərlikdə sərməyə qərara gəldi, yox, uzanmağa qərar gəldi. Yəni, bu lie olmalıydı, lie. Lay yox.
Deməli onda 3 səhvdir. Dördüncü, the teacher asked the question to raise their hands. The student to raise their hands. Müəllim tələbələrə əllərini danışmazdan əvvəl əllərini qalxmağı istədi. Xeyr, qaldırmağı olmalı idi bu. Səhvdir. Və smoke began to raise. Tüstü belə deyək, bacadan qaldırmağa başladı. Qaldırmağa yox, qalxmağa başladı. Rise olmalı idi bu da. Ona görə cavabımız 1-2 D variantı. 18-də passive voice-lu cümləni istəyir bizdən. A variantında the manager will not be satisfied. Okay. Passive voice-un strukturu bilirik. To be üstə feilin üçüncü forması, yəni participle to. Deməli, the manager will not be satisfied. Okay, yoldaşlar, satisfy feildir. Okay, amma satisfied məmnun deməkdir, sifətdir. Ona görə bu passive voice strukturasına əməl eləmir. B variantında she's used to staying up. Okay, burada ümumiyyətlə to be is var, amma use it to bu bizim ifademiz to be used to ifadəsidir, passive voice deyil. C'də is this the book written by the famous writer? Yadınızdadsa demişdik ki, to be ilə başlayan sual cümlələrinin üçüncü sözü the article'dsa bu passive voice deyil. Yəni is this book written olmalıydı. The olanda artıq cümlə 2 hissəyə bölünür. D variantında was the cake baked by my grandmother delicious? Bilirsiniz, sual cümlənin sonunda sifət varsa bu passive voice deyil. Y variantında there are some keywords. Okay. Bazıları zira cümləsi passive voice deyil. Onu görən kimi tələbələr Y variantını atır, amma cümlə axıra qədər səbirli olub oxumaq lazımdır. There are some keywords that are used. Baxın, to be üstə V3 forma. İstifadə olunan. Ona görə cavabımız Y variantıdır. Və keçirik 19-cu sualımıza. Okay. Deməli, birinci sözümüz float. Definition istəyir bizdən. İzahını verməyimizi istəyir. Float, belə deyək, üzmək deməkdir. Yəni, suyun üstündə qalmaq, batmamaq mənasına işlənir. Deməli, to stay on the surface of a liquid and not sink. Deməli, birə B variantı uyğundur. Elə cavab çıxdı. C variantı. Birə B yazan kimi zaten cavab çıxır. Deməli, 2 grizzle. Deməli, to complain in a bad way. Yəni, çox pis bir şəkildə şikayətlənmək, mırıldanmaq, bozarmaq mənasına işlənir, belə deyək. Və arduous. Bu isə A variantı, involving a lot of effort and energy. Yəni, çox effort tələb eləyən, çox enerji tələb eləyən. Arduous'un mənası çətin deməkdir, aşırı qəliz, çətin. Deməli, 1-ə B, 2-yə Y, 3-ə isə A variantı uyğundur. Və 20-ci sual, hekayə qurmamızı istəyir bizdən. Deməli, baxırıq ki, variantların hamısı 4 ilə başlayır. Bəli, salamlaşmaq. 4 ilə başladıq. Hello, I'd like to book a room for 2 nights starting this Friday. Salam, deməli, 2 gecəlik otaq sifariş vermək istəyirəm. Bu 5-ci gündən etibarən başlasın. 4-dən sonra 6 olan variantlar daha çoxdur. Ona görə ona bir şans verək, 6 deyək. Certainly, əlbəttə. Would you prefer a single room or a double room with a view? Deməlidir, əlbəttə, tək otaq istəyirsiniz, yoxsa yaxşı mənzərəli 2 otaq. O da, baxaq görək, 2 versə xeyir, 2-də qiymət deyir. Baxın, 2 olmaz, A variantı getdi. I would like a double room, bəli. 2 otaq istəyirəm zəhmət olmasa. Preferably with a city view, şəhər mənzərəli olsun. Deməli, 4, 6, 1. Okay. Hələ ki A, D, Y çıxdı. B ilə C arasında qalmışıq. Ya 3, 5, 2-dir, ya da 5, 2, 3-dür. Baxaq B variantına, 3-ü qoyaq. That's available. Uyğundur. The room includes breakfast and free Wi-Fi. Deməli, otaqda belə deyək, pulsuz Wi-Fi və səhər yeməyi daxildir. 3-ü verək. Tamam. 5. Sounds perfect. Əla səslənir. Could you tell me the total price for this day? Qiyməti deyə bilərsinizmi ümumilikdə?
qalmaq üçün nə qədər tutacaq? O da deyir, bəli, 200 euro. 4, 6, 1, 3, 5, 2. Cavab B variantı. Və salam yoldaşlar, növbəti sınaq izahlarında görüşənədək sizlə mən idim, Xamis müəllim.